son 50-100 ilin biz selləri görülüb yaşayırıq. Düzdür? Bunu mənə izləyənlər bilir. Bu da bilir. Bu da görür. Bu pişik de bilir ki o da bilir. Çünkü hissiyatı var pişiklerin. Bazı heyvanlar insanlardan doğru danışır, doğru hissedilir. Daha büyük küleyler de diyecek, gelir de olur da. Bunları da demişim. Daha büyük küleyler de hele gelecek. Kırışalar, damlar aparacak. Bunu da demişim vaktiyle. Şimdi onu tekrarlamak istemiyorum. Sadece hatırlatırım. Ha, bir şey diyeyim mi? İran savaşı indi azalıb da indi. Çünkü futbol turnuvası gedir. Başlayacak. Amerika, Kanada'da. Ondan sonra İran savaşı daha büyüyəndə bir proqnoz vermişdim. Ximikatlardan qorunmaq üçün dərmanlar al hazırlaş. Eləmisiniz? Yəqin bilənlər də var, eləməyənlər də var. Hə, onu da qoyaq kənara. Bir dənə də bir proqnoz hatırladım mı sizlərə? Son 3-4 il ərzində dünyaya güya gəlib nəyəsə cisim toqquşdu və toqquşur deyərək ondan sonra dünyanın bir çox bölgələrində büyük zəlzələlər başlayacaq. Və bu zəlzələlər başlayanda bəziləri çıxıb deyəcək ki, Azərbaycanda da zəlzələlər olacaq. Mən o proqnozu çoxdan vermişəm və təkrar edib xatırlamaq istəyirəm ki, bu dediyi bir proqnoz düz çıxdığı üçün. Siz qabağında manusları gətirərək özünü reklam eləyənlərin yanına gedib özünü reklam baxdırmağa inanıb gedənlər də var da içində. Aldanırsınız deyə. Mənim günahım yoxdur ki, mən faktları qoyuram da qabağımda. Faktlarla danışan adamam. Və dostlar, büyük zəlzələlər başlayacaq sonra da. O dönemdə də sizin hislətlərinizdən, baxıcıya gedən insanlardan istifadə edib, şov qrup, mən də zəlzələlər görürəm deyən adamlar çıxacaq ortalığa. Nadim Əlixanov nə vaxt proqnoz verir, düz çıxır. Sonra Nadimin verdiyi proqnozlar təkrarlayanlar da var. Və bir-iki dənə manus gətirib, özünü təriflətdirib sizin cibinizə girənlər də var. Siz də onlara aldanırsınızsa, mənim hisslərimin və mənim günahım nədir? Mən yetimin hisslərim düz çıxır da. Və bu da sübutdur da. Mən sizdən nə istəyirəm ki? Deyirəm ki, gəl mənim qəbuluma, gəl mənə pul ver, yox. Özünüz bilirsiniz, kimin hara gedirsiniz. Amma faktdır da. Proqnoz verdi qardaş, kişi, Nadim baba, de bu oğlan. Faktı bunu Bakı şəhər su altında qalacaq. Demişdim, Azərbaycanın bir çox. Demişdim, deməmişdim. İşidənlər sən Allah vicdana qeyrətə gəlin, danışın. Yazın ki, işitmiş, görmüşlər, xatırlayanlar varsa demişdi bu oğlan diye. O ki insanlar var, göz götürməyən. Onlar hər yerdə olacaq. O baxıcı ailələrdə, orada, burada məni ləkələmək istəyən, deməmişsən, ay falan yerdə dediyin düz. Bəli, düz deyib, bəzi düz çıxmayan şeylər də olur, Allah deyil. Amma özündə cəsarət taparaq, verdiyi proqnozları bir neçə dəfə təkrarlayaraq, inanaraq, cəsarətlə bunun arxasında duraraq düz çıxacaq deyəndə, o düz çıxan gündə də bunları danışan adamam mən. Sel proqnozları, sədərək yanacaq proqnozları, sədərək yanında yanğın görürəm. Çox proqnozları deyən düz çıxan oğlan sizə bugün deyir ki, gələcəkdə baş verəcək radiasiyon ximikatlardan özünü qorumaq üçün dərman falan. Düşünün də nə etmək olar. Bir də zəlzələlər dönəmi gələndə ondan özünü qorumaq üçün bir nəsə düşünən varsa düşün. Sadəcə mən proqnoz verirəm də, neyim? Mənim də işim budur da. Mənim də işim budur da, mənim də çörəyim bundan çıxır da. Proqnoz verirəm də, neyim? İşim proqnoz verməkdir. Kim ki mənə inanır? Qulaq as. İnan burada qulaq asma da. Artıq əksik də yazmağa ehtiyac yoxdur ki. Sizə oyadıram ki, proqnoz sellər düz çıxdısa, raq xəstəlik baş alıb gedəcək demişdim. O bugünkü gün baş alıb gedirsə, düz çıxıbsa, Ukrayna savaş bitməyəcək, dünya 3-cü savaşa qədər gəlib çıxacaq demişəmsə, düz çıxıbsa, İran savaş başlayacaq, İranda qırğınlıqlar görəcək deyə düz çıxıbsa və İran bundan sonra da başlayacaq olan xəbərdarlıq edirəm. Bu da düz çıxsa, sonra da zəlzələ barədə düşünmək lazımdır. Sağ ol, mən getdim. Bu qoşqaları da bir də baxsın. Bu hisslər, bunlar çox gözəl və hiss olan heyvanlardır. Onlar arada nəsə narahat olanda gəlir mənim yanımda uzanır və mən o zaman nələrsə baş verəcək hiss edirəm. Və onlar mənə xəbərdarlıq etmişdi ki, bu sellər gələcək. İnan mənim hisslərim çox güclüdür. Çox. Dəricəsinə. Sizlər üçün proqnoz verirəm. İnan, inanmayan da öz bilərsiniz. Öpürəm, sağ olun.